Nəzarət komandasının üzvləri, başda rəhbərliyimiz Xalid müəllim, Arzu xanım, ağsaqqalımız Elşən müəllim, ağsaqqalımız Vaqif müəllim, Yusif müəllim, hər vaxtınız xeyir olsun. Biz də öz növbəmizdə bir Astara rayonunun İctimai Nəzarət Cəmiyyəti sədri olaraq mən də gəlib bizim şəhidimiz Eynəliyev Şamrad İkramoğlu'nun bulağı burada inşa olunub. Əmisinin vəsaiti əsasən, ailə vəsaiti əsasən bir qəşəng şəhid bulağı burada inşa olunub. Qəşəng su da axır, sərin su. Kimin iştihası olsa gəlib bu sudan istifadə edə bilər. Elə bir yerdədir ki, bəlkə bu yanlarda suya bir 5 kilometr yol var, amma burada hal-hazırda su var, faktiki işləyir. Hörmətlə İctimai Nəzarət Cəmiyyətinin Astara qrupunun sədri Sələt müəllim. Çox sağ olun. Hələlik bu saat mən hələ şəhid məzarının üstünə gedəcəyik. Bir valideyni, anası, gözəl ana, tərgəli, gözəl ana da yanımızdadır və qohum qonşuları, qardaşı da bizimlədir. Bugün biz gedirik məzarını ziyarətə edilib, sonra işimizdə başlayalım. Sağ olun, sağlıq olun. Allah onu hər kəsə nəsib eləmir. O öz istədiyi kimi öz övladlarını öz yanına qəbul edir, dəvət edir. Onlar orada sağdılar, qidalanırlar. Çünki bizim Həzrəti Zəhra anamızın qucağındadılar. Zəhra ana onlara yiyədir, sahibdir. Zəhra anamız həmişə şəhidlərlə bərabərdir. Mən ona hətta bir şeir yazdım. O şeiri daşın üstünə götürdülər. Deyir, ömrüm bir baharın tənində qaldı, o əskər libasın əynində qaldı. Qardaş bacıların qəmində qaldın. Elin qəhrəmanı sən oldun Samrad. Elin qəhrəmanı sən oldun Samrad. Samrad qəhrəmandır və Samrad kimi qəhrəmanlar çox var. Bizim şəhidlərimiz bizim baş tacımızdır, bizim qürurumuzdur, bizim hər şeyimizdir. Çünki onlar millətin uğrunda, xalqın uğrunda, torpağın uğrunda, üç rəngli ay ulduzlu bayrağın uğrunda şəhidliyə ucalıblar, şəhidliyə qalxıblar. Allah onların məqamını daima uca belə tutsun, daima ucalarda gəlsin. Çünki xalq öz övladını unutmur. O mənim övladımdır, dünyaya mən gətirdim, böyütdüm. Üzürlü sayasız, bağışlayasız. Amma ona bu dəqiqə dövlətin bütün qurumu yiyə çıxmalıdır və xalq ona yiyə çıxır. Xalqda olan insanlar, bəndələr ona ana atalıq eləyib gəlirlər onun yanına. Gülləri gətirənlər adi vətəndaşlardır. Dövlət qurumundan yoxdur burada heç bir şey, hədiyyə. Nə bilim, söz çoxdur, vaxt azdır. Allah şəhidlərin məqamını uca eləsin.